şəraitində bəzi insanlar insulin direncinin olub-olmamasını hansı əlamətlərdən bilə bilərlər? İlk növbədə halsızlıq, baş ağrıları, baş gicəllənmə, enerji düşüklüyü şəklində əlamətlərlə müşahidə etmək olar. Və bir müddətdən sonra təbii ki, insulin direnci olan insanlarda piylənmə müşahidə olunacaq. Orqanizmdə çəkinin çox olması təbii ki, bir müddətdən sonra birinci, ikinci, üçüncü dərəcəli piylənməyə gətirib çıxarda biləcək. Piylənmə bədən kütlə indeksini təyin etməklə ortaya çıxan nəticəyə əsasən piylənmənin olub-olmamasını bilmək olur. Bədən kütlə indeksi necə hesablanır? Xüsusi bir düstur olaraq bunu ev şəraitində özünüz də hesablaya bilərsiniz. Orqanizm çəkisi bölünür boyun hündürlüyünün kvadratına. Və bu zaman alınan nəticə, əgər 18-ə qədərdirsə, təbii ki, arıq, 18-25 arasında olduqda norma, 25-30 arasında olduqda piylənməyə doğru gedən bir addım və 30-dan yuxarı isə artıq piylənməni göstərən bir rəqəmdir. Bunu ev şəraitində özünüz də kontrol edib, sizin piylənmənizin olub-olmamasını bilə bilərsiniz.